Nico Williams elə bir oyuncudur ki, həm solda, həm sağda oynaya bilir. Misal üçün, Allah eləməsin, gələcək mövsümdə Lamine Yamal zədələnsə, avtomatik olaraq Nico Williams sağ cinahda onun yerində oynaya bilər. Başqa wingerlər var ki, məsələn Rashfordun özü. Rashford winger kimi də oynayır, hücumçu kimi də oynayır, amma sağda oynaya bilmir. Nico Williamsda hər üstünlüyü var. Çünki Nico Williams Bilbao'da karyerasına başlayanda ilk öncə sağ winger kimi oynamışdı. Daha sonra sola keçdi. Hücumçu məsələsinə gəldikdə isə böyük ehtimalla biz top səviyyəli hücumçu almayacağıq bu mövsüm. Laporta özü də bildirib ki, Lewandowski'nin əvəz edicisi olaraq Julian Alvarez'i görür, amma onun bu mövsüm komandaya transfer olunması bir o qədər də real görsənmir. 2026-cı ildən sonra transfer etmək istəyirlər. Görək, tək elə də olsun, yəni doğrudan da Alvarez möhtəşəm oyuncudur və məncə bu dəqiqə Barcelona'da Lewandowski'ni layiqincə əvəz edə biləcək ən ideal oyunculardan biridir.